Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar zamanın sınağından keçən böyük şəxsiyyət mövzusunda tədbir keçirilib. Xətai rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası, Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev Azərbaycanın inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz rolundan danışıb. Qeyd edib ki, bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib. İşğaldan azad edilən ərazilərdə həyata keçirilən geniş miqyaslı quruculuq işləri də bu reallığı təsdiqləyir. Digər çıxışçılar da bildirib ki, Ulu Öndər Heydər Əliyevin istər SSR dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dönəm dövlətçilik tariximizdə mühüm yer tutur. Bildirilib ki, Ulu Öndərin qayğısı nəticəsində Azərbaycan gəncliyi yüksək bilik və bacarıqlara yiyələnib. Daha sonra Ulu Öndərin həyatı haqqında film nümayiş olunub.